İkinci Dünya Müharibəsi. Bu barədə yəqin ki, saysız-hesabsız hekayələr eşitmisiniz. Amma bəzi hekayələr var ki, ən vacibləri, ən həllediciləri nədənsə kölgədə qalıb. Bax, bugün danışacağımız hekayə də məhz belələrindəndir. Bu, faşizm üzərindəki o böyük qələbənin, demək olar ki, gizli memarlarından olan Azərbaycanın və onun fədakar xalqının hekayəsidir. Gəlin, tarixin bu biraz da unudulmuş, amma çox şanlı dastanını birlikdə kəşf edək. Gözünüzün önünə gətirin. Berlin, 1945-ci ilin mayı. Faşizmin ürəyi artıq fəth edilib. Və baxın, o məşhur Brandenburg qapılarının üzərinə o qələbə bayrağını sancanların arasında Qafqazın əzəmətli dağlarından gəlmiş döyüşçülər də var. Onlar üçün bu an sadəcə bir qələbə anı deyil. Xeyr, bu, minlərlə kilometr uzanan, qanla, tərlə suvarılmış bir fədakarlıq yolunun son nöqtəsidir. Yaxşı, əsas sual da elə budur. Bəs necə oldu ki, Qafqaz dağlarından qalxan əskərlər düz gəlib süquta uğramış Reyxin mərkəzinə çıxdılar? Bu yol necə qət edildi? Bilirsiniz, bu heç də sadəcə bir hərbi marşrutun xəritəsi deyil. Bu, bütün bir xalqın fədakarlığı, cəbhədə göstərdiyi qəhrəmanlığı və arxa cəbhədə nümayiş etdirdiyi o sarsılmaz iradəsi ilə yazılmış canlı bir dastandır. Bu hekayəni tam anlamaq üçün gəlin biraz zaman maşınına minək və geriyə gedək. Görəsən, bütün dünyanı alova bürüyən bu dəhşətli fırtına necə başlamışdı? Və ən əsası, Azərbaycan bu qlobal münaqişənin tam mərkəzinə necə gəlib düşdü? Deməli, hər şey 30-cu illərdə Avropada faşizmin ayağa qalxması ilə başladı. Bu qaranlıq ideologiya 1939-cu ildə Polşaya hücumla birlikdə artıq qlobal bir yanğına çevrildi və 1941-ci ildə həmin o alov gəlib düz Sovet İttifaqının, yəni o zamanlar Azərbaycanın da olduğu ölkənin qapısına dayandı. Bax, o andan sonra artıq heç kimin, amma heç kimin həyatı əvvəlki kimi olmayacaqdı. 70 milyon. Bu rəqəmə bir anlıq diqqət yetirin. Bu sadəcə bir statistika deyil, əsla. Bu, bəşər tarixinin gördüyü ən qanlı münaqişədə itirilən 70 milyon insan taleyi, yarımçıq qalan 70 milyon hekayə deməkdir. Və məhz bu miqyasda, bu ağlasığmaz fəlakətin içində Azərbaycan xalqının da öz mübarizəsi başlayırdı. Bu böyük, ümumi faciənin fonunda gəlin indi biraz da fərdi qəhrəmanlıq dastanlarına fokuslanaq. Yəni, o döyüş meydanlarında adlarını tarixə öz qanları və misilsiz cəsarətləri ilə yazan Azərbaycanın igid oğul və qızlarının hekayələrinə. Bilirsiniz, müharibənin elə ilk günlərindən Azərbaycanlı döyüşçülər özlərini göstərməyə başladılar. Məsələn, İsrafil Məmmədova baxaq. O, kiçicik bir dəstə ilə özündən qat-qat böyük düşmən qüvvəsinin qarşısında saatlarla tab gətirdi. Və ya Gəray Əsədov, son nəfəsinə qədər döyüşdüyü mövqəni bir addım belə geri çəkilmədən qurudu. Bax, onların bu fərdi cəsarəti var ha, bütün cəbhənin mübarizə ruhunu, döyüş əzmini alovlandırırdı. Və əlbəttə ki, bu sırada əfsanəvi bir ad var. Tank döyüşlərinin dahi strategi General Həzi Aslanov. Onun adı sözün əsl mənasında düşmən üçün qorxu, öz ordusu üçünsə qələbə ümidi deməkdir. O, sadəcə cəsur bir komandir deyildi. Yox, o həm də zirehli döyüş sənətini, tank müharibəsi taktikasını yenidən yazan bir novator idi. Bəs Aslanovun dahiliyi nədə idi? Onun taktikalarında. Məsələn, onun məşhur Aslanov nalı manevrına bir baxın. O nə edirdi? Öz tanklarının nal şəklində, yəni bir növ yarım dairə formasında düzürdü. Düşməni bu tələnin içinə çəkirdi, sonra da onların o böyük zirehli gücünü cinahlardan vuraraq darmadağın edirdi. Bu sadəcə güc nümayişi değildi, bu zəka ilə döyüşmək idi. Bu düşmənin öz gücünü elə özünə qarşı bir silaha çevirmək sənəti idi. Amma bu polad iradəli general, bu dahi strateg, eyni zamanda qayğıkeş bir ataydı. Baxın, onun kiçik oğlu Tofiqə yazdığı bu sətirlər hər şeyi deyir. Bu səmimi sözlər onun o döyüş meydanındakı qətiyyətinin arxasında dayanan əsl motivasiyanı bizə göstərir. Nə üçün döyüşdüyünü? Ailəsi üçün, evladı üçün, gələcək nəsillər üçün daha yaxşı, daha təhlükəsiz bir dünya qurmaq arzusu. Cəbhədə gedən o qanlı döyüşlər əslində müharibənin sadəcə görünən tərəfi idi. Amma bir də görünməyən, düşmən xətlərinin çox dərinliklərində tam bir sir pərdəsi altında aparılan başqa bir mübarizə vardı. İndi gəlin biraz da bu kölgələrdə vuruşan gizli qəhrəmanların hekayələrinə baxaq. Yaxşı, amma buna keçməzdən əvvəl gəlin bir aydınlaşdıraq. Partizan kimə deyilir?
Onlar, bilirsiniz, nizami ordunun əskərləri deyildilər. Onlar, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən, düşmənin təchizat yollarını kəsən, kəşfiyyat məlumatları toplayan, bir sözlə, işğal altındakı torpaqları düşmən üçün əsl cəhənnəmə çevirən cəsur könüllülər idi. Onlar müqavimətin ta özü, onun ruhu idilər. Və bu mübarizədə Züleyxa Seyid Məmmədova kimi qəhrəmanlar bütün stereotipləri darmadağın edirdilər. Təsəvvür edin, gənc yaşlarından aviasiyaya böyük həvəsli olan bu qadın, müharibə başlayan kimi könüllü cəbhəyə yollanır və 100-dən çox döyüş uçuşu həyata keçirərək səmada əsl əfsanəyə çevrilir. Aliyə Rüstəmbəyovanın hekayəsi isə bu, ümumiyyətlə insan iradəsinin nələrə qadir olduğunun canlı bir sübutudur. Düşünün, cəbhədə tibb bacısı kimi yaralılara kömək edir, sonra əsir düşür. Amma təslim olurmu? Əsla. Düşərgədən qaçmağı bacarır, partizanlara qoşulur və bu dəfə əlinə silah alaraq mübarizəsini tamam başqa bir səviyyədə davam etdirir. Və onu da bilməlisiniz ki, Azərbaycanlıların bu mübarizəsi təkcə Sovet torpaqları ilə məhdudlaşmırdı. Baxın, Əhmədiyyə Cəbrailov, o Alman əsirliyindən qaçır və gedib düz Fransa müqavimət hərəkatına qoşulur. Orada Armed Michel ləqəbi ilə elə bir əfsanəyə çevrilir ki, Fransanın azadlığı uğrunda döyüşdüyü üçün ölkənin milli qəhrəmanı adına qədər yüksəlir. İnanılmazdır, deyilmi? Və əlbəttə ki, bu siyahıda əfsanələrin əfsanəsi Mixailo, yəni Mehdi Hüseynzadə var. O, bir kəşfiyyatçıdan daha artıq idi. Alman zabiti cildinə girərək, düşmənin qərərgahına sızır, ən məxfi planlarını oğurluyur, sonra da cəsarətli təxribatlarla onların arxa cəbhəsində əsl xaos yaradırdı. Demək olar ki, tək başına bir orduydu. Elə bir ordu ki, Almanlar onun başına çox böyük bir mükafat qoymuşdular. Yaxşı, bütün bu qəhrəmanlıqlar, cəbhədə qazanılan hər bir qələbə, bunların heç biri arxa cəbhədəki o fədakar əməyi olmasaydı mümkün olmazdı. Çünki bilirsiniz, müasir müharibə təkcə əskərlərin döyüşü deyil, eyni zamanda mühərriklərin, maşınların döyüşüdür. Elə isə gəlin indi qələbənin əsl mühərrikinə, onu hərəkətə gətirən o böyük gücə baxaq. Bu şəkil məncə hər şeyi o qədər aydın ifadə edir ki, üzərində cəmi 2 söz yazılıb: Bakı cəbhəyə. Bu qatarlar sadəcə neft, sadəcə yanacaq daşımırdı. Xeyr, onlar cəbhəyə həyat aparırdı. Tanklara hərəkət, təyyarələrə isə uçmaq üçün qanad verirdi. Bütün o nəhəng müharibə maşınının ürəyi, bəli, məhz Bakıda döyünürdü. İndi isə gəlin ən həlledici, ən kritik rəqəmə baxaq. 75 milyon ton. Təsəvvür edirsiniz və bunun nə demək olduğunu daha aydın anlamaq üçün, baxın, müharibə illərində Sovet ordusunun istifadə etdiyi hər 5 tankdan 4-ü, hər 5 təyyarədən 4-ü məhz Bakı nefti ilə işləyirdi. Gəlin açıq danışaq. Bakı nefti olmasaydı, Qızıl Ordunun tankları və təyyarələri sadəcə yerindən tərpənə bilməzdi. Bu qədər sadə və müharibənin nəticəsi çox güman ki, tamamilə fərqli olardı. Amma məsələ təkcə neftin miqdarında da deyildi, həm də onun keyfiyyətində idi. Baxın, kimyaçı alim Yusuf Məmmədəliyevin kəşf etdiyi yeni aviasiya yanacağı sayəsində biraz əvvəl danışdığımız Züleyxa Seyid Məmmədova kimi pilotların təyyarələri düşmən təyyarələrindən daha sürətli və daha yüksəyə uça bilirdi. Bu kiçik görünən elmi yenilik səmada döyüşlərin taleyini həll edən, həlledici bir üstünlük demək idi. Deməli, cəbhədəki əskərlər, kölgələrdəki agentlər, zavodlardakı fəhlələr və alimlər. Bütün bu fərqli, amma bir-birinə bağlı hekayələri bir araya gətirəndə bir millətin göstərdiyi o böyük fədakarlığın tam mənzərəsi gözümüzün önündə canlanır. Və biz bu qələbə üçün ödənilən o ağır bədəli anlamağa başlayırıq. Bəli, Azərbaycan xalqı bu müharibəyə demək olar ki, hər şeyini verdi. Cəbhələrdə vuruşan igid oğul və qızlarını, düşmən arxasında müqavimət göstərən partizanlarını, qələbənin mühərrikini işlədən neftçilərini və elmi yenilikləri ilə hərbi üstünlük yaradan alimlərini. Hər kəs bu mübarizəyə öz töhfəsini verdi. Ancaq, təbii ki, bu misilsiz töhfənin çox ağır bir bədəli oldu. Və beləcə, hekayəmiz başladığı və davam etdiyi 2 simvolla yekunlaşır. Bir tərəfdə Berlindəki o ümumi kollektiv zəfər, digər tərəfdə isə Həzi Aslanovun simasında gördüyümüz fərdi qəhrəmanlıq. Və bu ikisi əsla bir-birindən ayrı deyil. Çünki bütün böyük qələbələr məhz belə saysız-hesabsız fərdi fədakarlıqların toplanmasından, cəmindən yaranır. Bütün bu hekayələr bizə bir daha xatırladır ki,
tarixin o böyük, şanlı səhifələri çox vaxt adı çəkilməyən, üzü görünməyən qəhrəmanların fədakarlıqları üzərində qurulur və bu da bizi sonda bir sual üzərində düşünməyə vadar edir. Görəsən, biz daha nələri bilmirik? Tarixin dərinliklərində üzə çıxarılmağı, danışılmağı gözləyən daha neçə belə unudulmuş dastan var?